Böyük Bakının regional inkişaf planı iyul ayında müzakirələrdən sonra təsdiq üçün təqdim olunacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində plan üzərində tamamlama işləri gedir və Bakının baş planı gələn il yenidən rəsmi müzakirə olunacaq. Bu planda 2030-cu ilə qədər perspektivlərin inkişafı proqnozlaşdırılacaq. Yəni yeni baş plan 2030-cu il müddətinədək dövrü əhatə etməlidir. Böyük Bakının regional inkişaf planında bir sıra məsələlər əksini tapacaq. Məsələn, Dəniz limanının və Bərənin Qaradağ rayonuna, Ələt şəhərinin yaxınlığına köçürülməsi, neft daşıyan terminalın Abşeronun şərq sahilindən yeni terminalın istifadəyə verildiyi yerə, Sanqaçala köçürülməsi. Plana əsasən söküləcək ərazilərin adları da dəqiq məlumdur. Xutur deyilən yerin 88 hektarı, Kubinkanın 46 hektarı, şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı 5 mərtəbənin 85 hektarı yerlə yeksan ediləcək. Sonuncuya Sovetski adlanan məkanda aiddir. Məlumata görə bu ölkə prezident seçkilərindən sonra söküntü işlərinə başlanacaq. Amma buna baxmayaraq söküntüyə namizəd olan bəzi yerlərdə hələ də tikintilər gedir. Məsələn, Sovetskidə Azərbaycan Milli Akademik Opera Teatrının arxasındakı Mirzə Ağa Əliyev və Mirzə Fətəli küçələrində işıq dirəkləri və elektrik xətləri dəyişdirilir. Buranın sakinləri deyir ki, bir neçə aydan sonra sökülməsinə başlanacaq yerdə bu qədər xərc çəkib işıq xətlərini yeniləməyə nə ehtiyac var? Əgər bu turbaları xərc çəkib artırırlarsa, buna ehtiyac yoxdur. Əgər sökülmədə söhbət varsa, buna ehtiyac yoxdur axı beləncə bir şərait yaratmağa, insanların rifahı naminə görə şərait yaratmağa. Bu gec-tez söküləcək, ehtiyac yox idi buna. Ondansa kompensasiyanı artırsalar müəyyən qədər, o daha sərfəli idi. Cəmaət də gedib özünə bir rahat evdən zaddan ala bilər. Turbalar nə xeyri buradalar, nə xeyri? Onsuz gələn sökülüb ki, çıxıb gecikdə, qalıcı elə burada da. Nə xeyri, gəldilər, burada şap başırıb, həşirlə, pomidorlarla getdilər. O da torbalar oradan söküb başına gətirib yığırlar. Bura sökülürsə əgər müəyyənəyə görə bunlar qururlar. Deyirlər sökülür, gətirib torbalar da bastırırlar. Bir yandan sökülürsə bu turbalar nəyə lazımdır? Bizdə köhnə turbalardır, oradan sökülən turbalar da gətirib yığırlar bura. Burada ancaq pul yemək məqsəd daşıyır da, burada nə ola bilər? Cəmaət deyir ki, bu işıq xətlərinə çəkilən xərci onlara veriləcək kompensasiyaların üzərinə gəlsəydilər, heç olmasa işlərinə yarayardı. Çünki köhnə və kiçik evlər üçün hər kvadrat metrinə 1500 manatdan kompensasiya ödənişi azdır. Şəhərin mərkəzində yaşayıram, mənə deyir 1500-dən verəcəm. Mən hara gedəcəm? 36 kvadratım var. Hara gedib, nəyə alacam mən 36 kvadratdan? Neyiniyəcəm? Ona görə də istəyirik ki, kompensasiyanı qaldırsın. Bakı Elektrik Şəbəkə Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirdi ki, Sovetskinin sökülməsi burada qoyulan dirəklərin və çəkilən işıq xətlərinin sökülüb atılacağı anlamına gəlmir. Necə ki, bu dirəklər qış bulvarı salınan ərazidən çıxarılıb və istifadəyə yararlı olduğu üçün müvəqqəti Sovetskiyə bastırılır. Eləcə də buradan çıxarıldıqda Bakı ətrafı qəsəbələrin yollarında istifadə oluna bilər. Elektrik dirəkləri də həmçinin istifadəyə yararlı olduğu halda başqa yerlərdə istifadə ediləcək. Tanrıverdi Mustafayev deyir ki, Sovetskidə işıq xətləri yeni, keyfiyyətli, bir neçə zolaqlı və izolyasiyalı kabellərlə çəkilir. Onların keyfiyyəti yüksəkdir və bu ərazinin sökülən yerində park salınarkən onları torpağın altında yerləşdirəcəklər. Bir sözlə, burada israfçılıqdan söhbət gedə bilməz. Bakı Elektrik Şəbəkə rəsmisi belə deyir. Leyla Abdullayeva, Elman Bakuvi, Vüsal Babayev, Yurt Xəbər.